Ustad Səfainin bir kitabında görmüşdüm. Deyir ki, bir cavan tanıyırdım. Paltarla avaraydı. Paltar aşığı idi. Brand giyinsin, o dükkandan, bu firmadan. Adam var da belə. Deyir, bununla dost olmaq üçün elə paltarını tərifləsən kifayət edir. Yəni, bana deyəsən, nə qəşəng paltarın var, elə olurdu dost səndən. Onun üçün həyatda fəlsəfə buydu da, paltar. Deyir, amma nə vaxtacan davam elədi, ondan üstün eşqə düşənə qədər. Bir gün bir kızı sevdi, aşık oldu ona. Deyir, mən gördüm ki, qəzaya düşüblər qızla, nişanlısıyla. Gördüm necə paltarlarını tikə-tikə cırron yaralarını bağlayır. Daha böyük eşq paltar eşqindən qopartdı və paltar eşqini ona fəda elədi.